Pis bir vərdişdən yaxa qurtarmağın niyə bu qədər çətin olduğunu heç düşünmüsünüz? Bütün cavablar beynimizdədir. Bu sualı yəqin ki, çoxumuz özümüzə tez-tez veririk. Cavabı isə əslində çox sadədir. Siqaret çəkmək, çox yemək, işləri təxirə salmaq. Bunların zərərli olduğunu bilirik. Amma niyə dayanmırıq? Səbəb beynimizdəki avtomatik yollardır. Təsəvvür edin, eyni ilə meşədəki bir cığır kimi. Hər təkrar o cığırı daha da dərinləşdirir. Onu avtomatik düşünülməmiş bir hərəkətə çevirir. Yaxşı, bəs beynimiz niyə bu avtomatik yolları bu qədər sevir? Onları bu qədər güclü edən nədir? Səbəbkar beynimizin mükafat kimyəvi maddəsi olan dopamindir. O bizə əla, davam elə deyir. Dopamin ifraz olunan kimi beynimiz əmr verir. Bunu bir də elə və beləcə o zərərli vərdiş beyniniz üçün getdikcə daha cəlb edici olur. Yaxşı, əgər bu fiziki bir yoldursa, onu dəyişə bilərik? Əlbəttə. Gəlin görək necə. Strategiya çox sadədir. Köhnə yolu qidalandırmağı dayandırın və eyni vaxtda yenisini yaradın. Mükafatı, yəni dopamini kəsəndə o köhnə yol tədricən zəifləməyə başlayır. Eyni zamanda yeni bir hərəkəti təkrar etməklə onun yanında tamamilə yeni bir cığır açırsınız. Yəni bu əslində bir iradə mübarizəsi deyil, tamamilə beyin kimyası ilə bağlıdır. İradə qısa müddətlidir və tükənir, amma davamlılıq beyninizi sözün əsl mənasında yenidən proqramlaşdırır. Beynin bu möhtəşəm dəyişmə qabiliyyətinə elmdə neuroplastiklik deyilir. Bu bizim əsl super gücümüzdür. Yadda saxlayın, dəyişiklik özünlə mübarizə etmək deyil, sadəcə yeni vərdişi davamlı etməkdir. Yeni qayda budur. Köhnəni qidalandırma, yenisini isə səssizcə amma davamlı təkrarla. İndi yeganə sual budur. Hansı yeni yolu qurmağa başlayasınız?